İyun 2025 ilin Qoç bürcü aylıq bürc proqnozu. Əziz Qoç, iyun ayına keçən ayda olduğu kimi müxtəlif tapşırıqlarla məşğul olaraq başlayırsınız. Günəş 20-sinə qədər ünsiyyət sahənizdən keçməyə davam edir. Merkuri də 8-zinə qədər doğum xəritənizin bu sahəsində olacaq. Diqqət mərkəzində ünsiyyət, öyrənmə, əlaqələr qurma və hərəkət var. Zehninizlə və şəxsi maraq sahələrinizlə daha çox fəxr edirsiniz. Daha sonra isə işə qayıdırsınız. Buna görə də çox yüklənmədən əvvəl əylənməyə çalışın. Ay, xüsusilə ünsiyyət, təhsil, sağlamlıq və ailə ilə bağlı sahələrdə yeni layihələrə başlamaq və ya ümidsiz deyil, ümidverici başlanğıclar üçün mükəmməl enerjilər təqdim edir. İyun ayı maliyyə məsələləri üçün də güclüdür. Həddindən artıq məşğul olsanız da, bu həmişə xaotik hiss etdirmir. Zehninizi genişləndirmək və məqsədlərinizi irəlilətmək üçün yaxşı zamandır. Təhsildə sıçrayış və ya xüsusi bir əlaqə mühüm rol oynaya bilər. Hazırda öyrəndikləriniz və ya ötürdüyünüz sizi tam mənasıyla həyəcanlandıra bilər. Xüsusilə layihələrinizi, çalışmalarınızı və maraqlarınızı böyütmək, inkişaf etdirmək və ya təkmilləşdirməyə yönəlirsiniz. Ancaq bu dövrdə şəxsi maraqlarınıza çox fokuslanmısınızsa, 11-rindəki dolunay daha balanslı bir həyat üçün sizə sağlam bir xatırlatma olacaq. Layihələrdən biraz uzaqlaşıb sosiallaşmaq və bəzi şeyləri qaydasına salmaq lazım ola bilər. Bu dolunay, öyrənmə mövzularına, bir layihənin nəticələrinə və ya xüsusi bir maraq və ideyanın dönüş nöqtəsinə işıq salır. Reklam və tanıtım işləri uğurlu ola bilər. Təqdimatlar və ya imtahanlar üçün də əlverişli zamandır. Ay irəlilədikcə daha sakit və praktik bir mövzu yavaş-yavaş, amma inamla meydana çıxır. Venera 6-sından etibarən maliyyə sektorunuza keçəcək. Son dövrdəki maraqlı fikirlər və ya mövcud layihələr üzərində işləmək üçün əla zamandır. Bu dövrdə stabil ritmdə işləməyi sevirsiniz və olduqca bacarıqlısınız. Nəyin dəyərli olduğuna dair hissiniz güclüdür və xüsusi bir şeydə çox sərfəli bir razılaşma əldə edə bilərsiniz. Merkuri 8-dən 26-sına qədər Günəş xəritənizin 4-cü evindən keçəcək və siz xüsusi anlar, istirahət və rahatlıq axtarışında olacaqsınız. Artıq düşünməkdən və ifratdan bir fasilə. İndi faktlara əsaslanaraq, insanlara qarşı biraz daha müşahidəçisiniz və bəzi izah edici və isti söhbətlərdən zövq ala bilərsiniz. Bu keçid bəzən ev həyatında intensivlik və ya ailə üzvləri ilə saysız müzakirələr ilə üst-üstə düşə bilər. Xüsusilə 20-sindən sonra Günəş də bu sektora keçdikdə həyatınızı daha rahat və təhlükəsiz etmək üçün çox diqqət ayrılır. Merkuri ilə Venera bir-birini yaxşı tamamlayır və ahənglə işləyirlər yavaşlamaqdan və komfort səviyyənizə daha çox diqqət yetirməkdən fayda görəcəksiniz. Ancaq 17-sindən etibarən Mars gündəlik həyatınıza və işinizə daha çox çətinlik gətirəcək. Bu, sağlam həyat tərzi dəyişiklikləri üçün motivasiya toplamaq baxımından ilin ən yaxşı dövrlərindən biridir. Bu keçid iş, ev tapşırıqları, rutinlər və sağlamlıq hədəflərində uğur qazanma arzunuzu alovlandırır. Bu səbəbdən, iyun ayının ikinci yarısı sakit, lakin məhsuldar keçəcək. Şəxsi həyatınız və ev dünyanız daha güclü bir diqqət mərkəzinə çevrilir. Və ilin əvvəlində çox aktiv və ya qarışıq olsalar da, indi daha xoş və mükafatlandırıcı hala gəlir. Daha rahat və ya oturuşmuş vəziyyətdəsiniz. Bu ay bir ailə üzvü sizin üçün əla bir dost və müttəfiq ola bilər. Yaşadığınız məkanı və ya iş mühitinizi yenidən təşkil etməyə qərar verə bilərsiniz. Saturn bürcünüzə may ayının sonunda keçdi və bu uzun müddətli keçid həyatınıza ümumilikdə daha ciddi və məsuliyyətli bir tema gətirir. Bu keçid 2 mərhələdə gəlir. Bu il 1 sentyabra qədər davam edəcək, daha sonra isə 2026 ilin fevralından 2028 ilin aprel ayına qədər yenidən qayıdacaq. Daha yetkinləşmək və həyatınızı mənalı şəkildə yenidən qurmaq zamanıdır. Tamamlaya bilmədiyiniz və ya laqeyd yanaşdığınız məsələlərlə məşğul olacaqsınız. Yenidən təhsil almağa və ya yeni bacarıqlar öyrənməyə qərar verə bilərsiniz. İndi diqqət struktur və möhkəm təməllər üzərindədir. Bu da həyatınızın əsas sahələrini sabitləşdirmək və gücləndirmək üçün əlverişli dövrdür. Eyni zamanda daha məsuliyyətli və özünü intizama salan biri olmağa yönəlirsiniz. Bu yolda tək başına dayanma gücünüzü kəşf edə bilərsiniz. Bu ay Yupiter böyük bir keçid edir. 2026 ilin iyun ayına qədər bolluq planeti olan Yupiter, ailə, köklər və ev sahəsindəki Günəş 4-cü evinizə daxil olur. Bu keçid şəxsi və ev həyatınızda mühüm irəliləyişlər gətirə bilər. Sevdiklərinizlə daha dəyərli münasibətlər, ailəyə yeni bir ÜZV, evinizi genişləndirmək, təmir etmək və ya tikmək arzusu və ya yeni uzun müddətli bir layihə və ya iş təşəbbüsünün başlanğıcı ola bilər. Məsələn, evdən idarə olunan bir iş, daşınmaz əmlak sərmayəsi və ya ailə yönümlü bir təşəbbüs ola bilər. Yaşam şəraitinizi və ya həyat tərzinizi yüksəltmək zamanıdır. Köçmək, təmir etmək və ya təhlükəsizlik və rahatlıq hissinizi artırmaq zaman keçdikcə önəmli rol oynaya bilər.
Eyni zamanda özünüzü emosional olaraq sabitləşdirmək və mərkəzləşdirmək üzərində işləyəcəksiniz. İnkişaf və genişlənmə düşüncəsində olacaqsınız və həyatınızı əsaslı şəkildə yaxşılaşdırmaq üçün kiçik addımlar atacaqsınız. Bu ay başlayan həyat mərhələnizdə bir bayram və ya xoş ev AB havası hiss edə bilərsiniz. Nə inşa edirsinizsə, ürəyinizi və ruhunuzu buna qoyursunuz və uğur ehtimalını maksimuma çatdırırsınız. Əlbəttə ki, evinizi genişləndirmək və ya ailənizlə vaxt keçirmək arzunuz, şəxsi məsuliyyətləriniz və məhdudiyyətlərinizlə müvəqqəti olaraq ziddiyyət təşkil edə bilər. Hər şeyi bir araya gətirmək çətin ola bilər. Buna görə də ölçülülük və tarazlığa daha çox diqqət etmək çox vacibdir. Tarazlıq hissini qorumaqla bu mümkün ziddiyyətləri zərifliklə aşa bilərsiniz. 25-dəki yeni ay sizə ev həyatınızda yeni başlanğıc üçün bir fürsət və ya istək təqdim edir və bu yeni ayı izləyən həftədə diqqət, nikbinlik və imkanlar baxımından xüsusilə güclü enerjilər hiss edəcəksiniz. Şəxsi həyatınızı yaxşılaşdırmaq arzunuz artır. İndi təsir edən enerjilər sizi sürətli və səthi düzəlişlər əvəzinə əsaslı şəkildə, xüsusilə ev, ailə, tərəfdaşlıqlar və daxili dünyanızla bağlı dərin dəyişikliklər etməyə təşviq edir və motivasiya verir. İyun 2025 Buğa bürcü aylıq bürc proqnozu. Əziz Buğa, iyun ayı iş və maliyyə məsələləri baxımından ilin ən uğurlu dövrlərindən biri ola bilər. Həyatın sadə zövqlərindən həzz almaq, iş qurmaq və daha rahat, güvənli hiss etmək istəyiniz güclüdür və düzgün resursları özünüzə çəkmək əvvəlkindən daha asan ola bilər. Bu ay maliyyə və resurslarınızı nəzarətə almaq üçün əla fürsətdir. Resurslarınızı daha səmərəli istifadə etməklə bağlı parlaq ideyalar ortaya qoya bilərsiniz. Bacarıqlarınızı kəşf etmək və inkişaf etdirmək sizə həyəcan verə bilər. Ay irəlilədikcə isə müxtəlifləşmək, paylaşmaq və başqaları ilə əlaqə qurmaq üçün gözəl zamandır. İyun ayının önəmli hadisələri 6 iyunda Venera bürcünüzə daxil olur. Bu isə sizi ön planda göstərir, populyarlığınızı artırır və öz imicinizi müsbət təsir edir. Əyləncə və zövq almağa daha çox ehtiyac duyursunuz. İnsanlar sizi daha mülayim görür, amma daha önəmlisi siz özünüzü daha yaxşı hiss edirsiniz. Sosial əlaqələriniz güclənir və bu, istər iş, istər dostluq, istərsə də romantika sahəsində sizə fayda gətirə bilər. Merkuri 8-dən 26-sına qədər Günəş bürcünüzün 3-cü evindən keçir və bu keçid Venera ilə əla uyğunluq yaradır. Daha çox ünsiyyət qurursunuz, informasiyalarla maraqlanır, oxuyur, yazır, öyrədir və ya məsləhət verirsiniz. Bu dövrdə iti, müşahidəçi və sürətli qərar verməyə meyillisiniz. Tempiniz yüksəkdir, amma sizi narahat etmir, əksinə bu fəaliyyət sizi motivasiya edir. 11 iyundakı dolunay sizə yaxın münasibətlər, maliyyə və ya asılılıq məsələlərinə dair aydınlaşma və reallıqla üzləşmə gətirə bilər. Sahibləndiyiniz, ehtiyac duyduğunuz və istədiyiniz şeylərin daha çox fərqinə varırsınız. Əgər özünüzü günahkar və ya borclu hiss edirsinizsə, artıq bu vəziyyəti dəyişdirməyin zamanıdır. Sağlam əlaqələrin sizi narahat etməməsi üçün daha rahat bir yanaşma tətbiq etməlisiniz. Mars 17-sində Günəş xəritənizin 5-ci evinə, yəni yaradıcılıq və sevgi sahəsinə keçir. Bu keçid sizə hobbiləriniz, layihələriniz və şəxsi ehtiraslarınız üçün güclü enerji verir. Münasibətlərdə daha ehtiraslı ola bilərsiniz və ya şəxsi layihələrinizə daha çox bağlılıq göstərə bilərsiniz. Hətta bu dövr işgüzar baxımdan daha yaxşı zamanlamaya və artan özgüvənə səbəb ola bilər. Uzunmüddətli planet keçidləri Saturn mayın sonunda Günəş xəritənizin 12-ci evinə keçib. Bu uzunmüddətli keçid daxili təmizlənmə, ruhi yenilənmə və zehni sağlamlığa diqqət yönəldir. Saturn 1 sentyabra qədər və 2026 ilin fevralından 2028 ilin aprelinə qədər bu sahədə olacaq. Bu müddət ərzində keçmişlə vidalaşmaq, natamam işləri tamamlayıb irəliləmək çox vacib olacaq. Bu ayın mühüm hadisələrindən biri də Jupiterin ünsiyyət sahənizə keçməsidir. Bu keçid 2026 ilin iyununa qədər davam edəcək. Bu dövr sizə öyrənmək, ünsiyyət qurmaq və zehni qabiliyyətlərinizi artırmaq üçün gözəl fürsətlər gətirir. Sosial dairəniz genişlənə bilər. Reklam, yazı, yayım və istinti fəaliyyətlərdə uğur qazana bilərsiniz. Ailəniz və dostlarınızla gündəlik əlaqələr daha zövqlü və faydalı olacaq. Amma bəzi hallarda şəxsi qorxularınız, keçmiş yükünüz və ya başqalarına qarşı məsuliyyətləriniz sizi bu yeni imkanlardan yararlanmaqdan çəkindirə bilər. Əgər çox layihə öhdəliyi götürmüsünüzsə, bu sizi yora bilər. Ona görə də prioritetləri düzgün müəyyənləşdirmək vacibdir. Ayın sonuna doğru, ayın son 10 günü sizi daha sosial və maraqlı bir dövrə daşıyır. Öz arzularınızı daha cəsarətlə izləməyə başlayırsınız. Üstəlik Venera bürcünüzdə olduğu üçün artıq daha az səylə daha çox şey əldə edə bilərsiniz, istər insanlar, istərsə də fürsətlər baxımından. 20 iyunda Günəşin ünsiyyət evinizə keçməsi ilə birlikdə ünsiyyət, öyrənmə, səfərlər və əlaqələr ön plana çıxır. Motivasiya artacaq və pozitiv dəyişikliklər üçün qərarlar ala bilərsiniz.
Danışıqlar və əlaqələr daha ümidverici və ürəkaçan olacaq. 25 iyundakı yeni ay isə sizə ünsiyyət, qardaşlar, qonşular, səyahət və ya təhsil sahəsində yeni bir başlanğıc imkanı verir. Yeni ideyalar və xəbərlər sizi müsbət istiqamətə yönəldə bilər. Öyrənmək, əlaqə qurmaq və irəliləmək üçün qapılar açılır artıq. Həyatınızın sükanı sizin əlinizdədir. Ayın son həftəsində ünsiyyət və yaradıcılıq harmoniyası önə çıxır. İstər sevgi dolu söhbətlər, İstərsə də yeni maraqlı layihələr bu dövr həm motivasiya verici, həm də imkanlarla doludur. Özünüzü ifadə etməyə hazırsınız və bu uğurun açarı olacaq. İyun 2025. Əkizlər bürcü aylıq bürc proqnozu. İyun ayı iz buraxmaq zamanıdır, əziz əkizlər. Özünüzü daha yaxşı ifadə etmək və ətrafınıza daha uyğun olmaq üçün davranış və imicinizi dəyişirsiniz. Günəş sizin bürcünüzdədir və yeni bir günəş dövrünə qədəm qoyursunuz. Bu parlayacağınız bir vaxtdır. Geridə qoyduğunuz bəzi şeylər olsa da, indi irəliyə baxırsınız. Əvvəlkindən daha diqqət çəkici və hətta daha cəzbedicisiniz. Bu il 26 mayıs yeni ayı özün ifadə və auditoriyanıza təsir etmə qabiliyyətinizi xüsusilə dəstəklədi. Bu mövzu 25 iyun yeni ayına qədər sizinlə qalacaq. Özünüzü yenidən kəşf edirsiniz. Bu, özünüzü inkişaf etdirmək üçün ilin ən əlverişli zamanıdır. Təbii ki, iyun ayında sizin tərəfinizdə güclü kommunikasiya enerjiləri var. Ayın ilk 3 həftəsində sizə çox diqqət yetirilir, daha sonra isə hər şey daha sabit və öngörülə bilən bir hal alır. Bu ayda beyniniz və qəlbiniz eyni dildə danışmaya bilər, çünki qəlbiniz hələ də keçmişlə barışmağa çalışır və ola bilər ki, əlavə diqqətə və zamana ehtiyac duyur. Günlük vəzifələrinizi həvəslə yerinə yetirməyə davam edirsiniz, amma 20 iyundan sonra həyat tempinin azalması sizə rahatlıq gətirəcək. 6 iyundan etibarən sevgi ön plana çıxır və bəzi layihələr üzərində ciddi düşünmək lazım olacaq. Duyğularınızı sakit anlarda və bəlkə də keçmişə yönəlməklə gizli şəkildə araşdırırsınız. Venera 4 iyulda bürcünüzə keçəcək və sevgi və zövqlər daha aydın və sadə hala gələcək. Hələlik sevgi məsələlərində bir çox qatlarla məşğulsunuz və son hadisələri yavaş-yavaş analiz etmək və həzm etmək üçün yaxşı zamandır. Ancaq sizi tükəndirəcək və enerjinizi çəkəcək qədər qarışıq situasiyalara cəlb olunmaq ehtimalınıza qarşı diqqətli olun. Kimlərsə sizin həssaslığınızdan və ya özünüzü günahkar hiss etmə meylinizdən istifadə etməyə çalışa bilər. Belə hallarda enerji və vaxtınızla sərhəd çəkməyə çalışın. Bu, başqalarının diqqətini qəbul etmə zamanı. Başqa sözlə, onların sizə göstərdiyi qayğını qəbul edin, dəstək rolu oynamaqda özünüzü daha rahat hiss etsəniz belə. Merkuri 8 iyuna qədər sizi zehni olaraq həyəcanlandırmağa davam edir, sonrasında isə daha çox praktiki məsələlərə yönəlirsiniz. Merkuri sizin bürcünüzdəki keçidi özünüzü ifadə etmək istəyinizi artırır və 17 iyuna qədər ünsiyyət sektorunuzdakı Mars bunu daha da gücləndirir, sizə cəsarət qazandırır, amma bəzən səbirsizlik də gətirə bilər. İyun ayının ilk yarısı ifadə və özün ifadə baxımından güclüdür, lakin bəzən gərgin və stresli ola bilər. Yazmaq, danışmaq və başqaları ilə əlaqə qurmaq sizə daha çox zövq verə bilər. Siz inandırıcı ünsiyyət qura bilirsiniz və başqaları sizi xüsusilə ağıllı biri kimi görə bilər. Zehninizi genişləndirmək, dəyərli bir şey öyrənmək və ya konfliktləri həll etmək imkanları önünüzə çıxa bilər. 11 iyundakı dolunay, yaxın münasibətlərlə məşğul olmaq üçün güclü bir zamandır. Uzun müddətdir içinizdə saxladığınız və ya gizli qalan mövzular zirvəyə çatır və bu, duyğularınız və yaxın münasibətləriniz barədə aydınlanma gətirə bilər. Yeni müştərilər, dəvətlər, xidmətlərinizə və ya sadəcə dostluğunuza olan maraq arta bilər. 17 iyundan etibarən Mars 4-cü günəş evinizə keçir və keçmişdən gələn yüklərlə qarşılaşırsınız. Lakin xoş xəbər odur ki, artıq bu problemləri passiv şəkildə yaşamaq əvəzinə onlarla üzləşəcək qədər enerji və cəsarətiniz var. Ailə həyatı fəaldır və ehtimal ki tələbkardır. Ayın ikinci yarısı daha praktiki tərəfinizə yönəlir. Maliyyə məsələləri sizin üçün xüsusilə əhəmiyyətli hala gəlir. Ev və ailə həyatı hərəkətli və enerjili ola bilər. Mübahisələr ortaya çıxa bilər, amma bunları problem həlli fürsəti kimi dəyərləndirmək olar. Mars şəxsi həyatınızı və ev dünyanızı qızışdırır. Evdə görüləcək işlər maraqlı ola bilər, amma bəzən arzularınızın sizə qarşı işlədiyini və ya başqaları ilə ziddiyyətə girdiyinizi hiss edə bilərsiniz. Lakin biraz yaradıcı yanaşma ilə bu keçidi öz xeyrinizə istifadə edə bilərsiniz. Əsas olan, artıq enerjinizi konstruktiv layihələrə yönəltmək və qəzəbinizi necə ifadə etdiyinizə və ya içinizdə saxladığınıza diqqət yetirməkdir. Artan özünü dərk həll yolları və sağalmanı gətirə bilər. Saturn 24 mayda Qoç bürcünə keçdi və karyera sektorunu tərk edərək dostluqları, şəbəkələşməni və arzularınızı idarə edən Günəş xəritənizin sektoruna keçdi. Bu dövr təxminən 3 il davam edəcək. Bu müddət ərzində dostluqlarınızda biraz ağırlıq, seçicilik
və bəlkə də daha çox məsuliyyət ola bilər. Amma bu, eyni zamanda möhkəm və mənalı bir dostluğun dərinləşdiyi dövr ola bilər. Uzunmüddətli planlara başlaya bilərsiniz. Məqsədlərinizin dəyişdiyini və çətinliklərlə mübarizə aparmağa hazır olduğunuzu görəcəksiniz. Az stresslə çox iş görə bilərsiniz. Saturn bürcünüzə uyğun aspektdə olduğu üçün daha sabit və etibarlı bir dövrdən zövq alacaqsınız. Ən maraqlısı isə budur ki, Jupiter bu ay bürcünüzdən çıxır. Bu ay əsasən sizə həsr olunmuşdur. Bu Jupiter keçidi təxminən 1 ildir sizinlə idi və özünəinamınızı və müstəqilliyinizi artırmışdır. 9 iyundan başlayaraq 30 iyun 2026-a qədər yeni Jupiter dövrü ilə əvvəlki ideyalar və gözləntilər üzərində quracaqsınız. Bu keçid sakit, rahat və daha sabit bir mərhələ gətirir və bu hazırda sizə lazım olan şey ola bilər. Bu dövr böyümə və təhlükəsizlik potensialı ilə doludur. Gözlənilməz bir gəlir və ya vacib bir hədiyyə diqqət mərkəzində ola bilər. Rahatlığınız və təhlükəsizliyiniz üçün daha çox enerji, zaman və bəlkə də pul xərcləyirsiniz. Bu, özünüz üçün möhkəm bir şey qurmaq üçün. Mükəmməl zamandır bu bir iş, münasibət, ev, hobbi və ya daha artıq bir şey ola bilər. Lakin bu ay pulunuzu və maddi dəyərlərinizi genişləndirmək və ya onlardan zövq almaq istəyi bəzən sosial fəaliyyətlərinizlə toqquşa bilər. Məsələn, dostlarınız və ya yeni layihələrə başlama arzunuz maliyyə qaynaqlarınızı azalda bilər. Bu dövrdə evinizə bağlı qalmaq, rahatlıq tapmaq və həyatınıza daha çox sabitlik gətirmək istəyi, dostlara və ya qruplara qarşı olan məsuliyyətlərinizlə ziddiyyət təşkil edə bilər. 20 iyunda Günəş bürcünüzdən çıxır və sizi tədricən daxili düşüncə və özünə yönəlmə mərhələsinə aparır. Özünüzə daha çox vaxt ayırmaq sizə yaxşı gələcək. Maliyyə vəziyyəti yaxşılaşır. İş həyatında özünüzə daha çox hörmət edirsiniz və daha çox hörmət görürsünüz. Bu, yaxşı araşdırılmış alış-verişlər üçün gözəl vaxtdır, amma intuitiv olaraq da yaxşı qərarlar verə bilərsiniz. 25 iyunda baş verəcək yeni ay pul və maddi mövzularda yeni bir başlanğıc müjdələyir. Ayın son 10 günündə isə psixoloji və ya fiziki sağalma proqramları, maliyyə təşəbbüsləri, daxili həyatın oyanması və güclü intuisiya üçün möhtəşəm enerjilər mövcuddur. Bu vaxt intuisiyanıza güvənmək olar və gördüyünüz işlər nəticə verəcək. Evdə yaxşılaşdırmalara investisiya qoymaq və ya pul xərcləmək faydalı ola bilər. Ailə biznesləri də bu dövrdə inkişaf edə bilər. Hər ay bürclər haqqında vaxtında məlumat almaq istəyirsinizsə, kanala abunə olmağı və videoları bəyənməyi unutma.